Salam herkese millət, mən Fəxri Əsadov və yeni videomuza xoş gəldiniz. Bugünləri sizlər üçün tam yeni Geely Galaxy Starship 7 plug-in hibrid avtomobili çəkirik. Əgər plug-in hibrid sizə də maraqlıdırsa, zəhmət olmasa daha yaxınlayalım. Bir neçə illərdir artıq siz Geely brendini tanıyırsınız. Azərbaycana gələndən bəri demək olar ki, Geely avtomobillərinin bir çox modellərini çəkib sizə təqdim eləmişəm. Və bundan savayı 2021-də Coolray'imiz var idi. Bir il hardasa sürdük, satdıq və hal-hazırda da daily car olaraq, yəni gündəlik avtomobil olaraq tam yeni Coolray'ı idarə edirik. Amma bu dəfə sizə gətirdiyim avtomobil biraz fərqlidir. Ən böyük fərqli cəhəti isə onun sadəcə daxili yanma mühərriki ilə deyil də, artıq dəb halına mı deyim, günümüzün tələbimi deyim, plug-in hibrid formada gəlib avtomobilimiz və plug-in hibrid olmağı həm bizə performansda müsbət cəhətlər verir və bundan savayı həm də cibimizə xeyir eləyir. Çünki hibrid sözü gələndə artıq ekonom məsələ, aydın məsələdir ki, bu avtomobilimiz standart daxili yanma mühərrikindən daha az sərfiyyatı var. Amma hər dəfə yadınızdadsa mən deyirdim ki, indi qabağını danışdıq, kapotunu açdıq, motorxananı göstərdik falan filan. Amma bu səfər istəyirəm ki, bir dənə maşını normal sizdən gəzək. Xarici görünüşündə nə kimi fərqliliklər var, nə mənə qəribə gəlir, nə mənə xoş gəlir, hamısını sizə bu videoda sadalayacağım. Elə istəyirəm başlayaq avtomobilimizin ön tərəfindən. Yadınızdadsa bundan bir öncəki çəkilişimizdə səhv eləmirəmsə Galaxy L6 avtomobilini çəkmişdik. Bu avtomobilimizdən fərqli olaraq sedan və kompakt bir avtomobil idi. Düzdür, onun da range'i plug-in hibrid olduğuna görə yuxarı idi. Eynən bu avtomobilimizdəki kimi. Amma bir oxşar nüans da bizim loqomuzdadır. Artıq bilirsiniz ki, Geely yeni tip, belə deyim, restyling logoya keçib və 6 dənə belə damalar var burada. Galaxy L6'da da belə idi, düzdür. Bizim Coolray'də tam ona hələ keçid olmayıb, amma artıq yeni gələn, əsasən də Galaxy nəslinə aid olan avtomobillərdə bu loqonu biz rahatlıqla görə bilirik. Avtomobilimiz, bir dənə bir misal gətirmək istəyirəm. Çox vaxt standartda çox rahat bunu izah eləmək üçün belə bir şey deyirlər ki, qardaş, bunun motoru generatordur. Elə bil o işləyir, tok verir, maşın hərəkətə keçir falan filan. Yəni qısacası eyni sistem, lilərdə də gördüyümüz sistem bu avtomobilimizdə də var. Və ən əsası bilirəm sizə qiymət məsələsi maraqlıdır. Bu gördüyünüz avtomobil kənardan belə bağlı maşın kimi görünsə də qiyməti həqiqətən cib dostudur. Nəyə görə? Çünki 40.000 manatdan daha aşağı qiymətə yeni Galaxy Starship 7 avtomobilini əldə edə bilərsiniz. Düzdür, indi bugün çəkdiyimiz full komplektasiyasıdır. Düzdür, onun üçün biraz 40.000 üstünə biraz qoymaq lazımdır. Nə qədər desəniz, full komplektasiya, yəni videoda gördüyünüz avtomobilimiz 42.500 manatdır. Amma 36.900 manata da siz Starship 7 sahibi ola bilərsiniz. Və bundan savayı Geely rəsmi diller tərəfindən 4 il və ya 100.000 kilometr zəmanəti də öz yerindədir. Gəlin indi qaydaq avtomobilimizə. Avtomobilimiz plug-in hibrid olduğu üçün və ən əsası, belə desəm, elektrikli, yarım elektrikli bir avtomobil olduğu üçün avtomatik biz avtomobilimizin ön hissəsində artıq bu reşotka dediyimiz dəmir barmaqlıqları, plastik barmaqlıqları görmürük. Qabaq isə tamamilə bağlanıb, amma təbii ki, kapotumuzun altında 1.5 litr həcmində daxili yanma mühərrikimiz var. Ora gələcəyik. Amma istəyirəm bir yüngülvari dövrə eləyək avtomobilimizin ətrafında. Bu bizim avtomobilimizin gündüz işıqlarıdır. Gecə işıqları artıq gördüyünüz kimi aşağı hissədə yerləşdirilib. Bu artıq yeni trenddir deyərdim. Yeni bir çox avtomobildə eyni tipdə istehsal olunur. Ortada belə bir gözəl bir xəttimiz var. Gecə qəşəng görünür, bahalı görünür, necə lazımdır. İstəyirəm ön hissədə, yəni çox da danışacağım bir şey yoxdur. Çünki radiator barmaqlığı falan da yoxdur. Keçək avtomobilimizin yan tərəfi. Gəldik avtomobilimizin yan tərəfinə. Belənçini də dayanım. Rəsmi olaraq uzunluğumuz hardasa 5 metrdən biraz aşağıdır. 4.7 metr deyə bilərik. Məncə normal, yəni həm
Bu avtomobilin ölçüsü elə bir formadır ki, rahat verveşivi yığdın bagaja, uzaq səyahətə falan da gedə bilərsən. Belədə də gündəlik şəhər həyatında, yəni asparkingin hissəsində çox rahatlıqla yerləşirsən. Yəni yolda heç bir narazılıq çəkmirsən ki, bu yekədir, ora keçmir, bura girmir. Yəni hər işə yarayır, uzun sözün qısası. Bundan savayı, mənim bir yaxın dostum var, o biraz təkər xəstəsidir. Təkər brendlərini sevir ki, mənim maşında belə brend təkər olsun, belə olsun, elə olsun. O tipli insanlar da bizi izləyirsə, sizə yaxşı xəbərim var. Avtomobilimizdə zavod istehsalçı tərəfindən Goodyear təkərlər gəlir və avtomobil hazırdır, yəni heç nə istəmir. Çünki 19-luq yüngül lehimli alüminium ciliyə məxsus bir disklərimiz var. Əylət sistemimiz artıq standartdır, yəni burada bir qeyri-adi bir şey yoxdur, mən sizə izah verim. Amma ümumi avtomobilimizin yan tərəfinə baxanda nə görürük? Açamadım, gözdə. Deməli, bu təhlükəsizlik ilə bağlanmışdı. Lazım onda içərdən monitordan basırsan ki, bu blokdan çıxsın. Sözüm onda yox. Yan tərəfimizdə bildiyimiz dədə-baba benzin bakımız var. 51 litr həcmləri, onu da nəzərinizə çatdırım. Və burada çox gözəl biz Azərbaycanlıların sevdiyi bir rəqəm var. 92. Bu da o deməkdir ki, qardaş, 92 oktanlı benzinlə bu avtomobil rahatlıqla idarə oluna bilir. Fonlu bak, 51 litr benzini tök, avtomobilimizi şarja qoy, sür. 1420 kilometr rahat sürürsən. Gəlin, bir dənə də bak var, onu da göstərəcəm sizə. Fıtı. Gəldiniz. Burada da bizim kırışkamız var. Burada isə, ay maşallah. Düzdür, bunlara çox da öyrəşə bilməsəm də hələ, fikir versəniz, avtomobilimizin plug-in hibrid dediyimiz və plug-in hissəsi buradır. Hibrid elektrikli mühərrikimizi şarja qoymaq üçün burada belə bir şarj girişimiz var və DC port olaraq keçir. DC də nə deməkdir, qardaş? DC sürətli şarj deməkdir. 36 kW kimi siz bu avtomobilimizi tez bir zamanda şarja qoya bilərsiniz. Yəni, belə misal olaraqsa gətirsək, avtomobilimizin 30%-dən 80%-ə şarj olması cəmi cümlətanı 20 dəqiqə. Abed elədin, maşın artıq hazırdır. Avtomobilimizin solun göstərdiyi, sağın göstərdiyi, bütün giriş portların göstərdiyi, keçək arxa hissəni də göstərim. Bagaj həcmimiz çox xoşunuza gələcək, səbirli olun. Amma arxada nə görə bilirik? Artıq standartlaşmış tən ortada Geely'nin logotipini görürük. Mən bunu artıq logotip kimi görürəm, yalan deməyim. Amma avtomobilimiz plug-in hibrid olduğu üçün artıq eski halindən əsər yoxdur. Yəni, egzoz sistem yoxdur. Yəni, burada bir başlıq olsun, bir çıxış olsun, elə bir şeylər yoxdur. Bütün hibrid avtomobillərdə olduğu kimi arxa hissəni belə bir dizayna veriblər. Qaqalarımın xoşuna gələ biləcək arxa duman işığı var tən ortada. Yandırmayın dumansız havada, zəhmət olmasa. Bagajın da həcmi sizə belə bir formada göstərmək istəyirəm. Elektrondur ya bagaj. Çox iri, 528 litr. Yəni, bura çox şey yerləşər, qardaş. Yəni, sizə rahatlıqla onu deyə bilərəm. Və içi qəşəng vilurdur, ləzzətli. Gəlin bir dənə buranı da açaq görək, burada nəyimiz var. O, aşağıda da iri bir bölməmiz var. Allah göstərməsin, yolda qalıb eləsəz, üç bucağımız təbii ki, içində gəlir. Bir dənə də burada bizim belə bir qara qutumuz var. Çox güman ki, bu da bizim avtomobilimizin plug-in hibrid söhbətinin adaptırıdır. Yox, döyülmüş, fail, yandırdım. Bu, qardaş, son illərdə avtomobillərdə bu gəlir. Bu nədir, qardaş? Bu o deməkdir ki, biz ehtiyat təkər qoymuruq. Zəhmət olmasa asfaltda sürün avtomobilimizi. İşdi birdən nəsə balaca bir olay baş verərsə, bunu elə taxdınız ora. Bilirsiniz də, xırdalığına getmək istəmirəm. Bunu taxırsınız, yolunuza davam edirsiniz. Doldurmaq üçündür. Amma bundan savayı birdən dənizdə geçsəz, qumda zadda birdən batıb eləsəz, belən içinə buksur yerimiz, adımız da var. Neysə, çox xırdalığına girmirəm. Çünki avtomobilimizin interyerinə də vaxt qalmalıdır və interyerimiz çox maraqlıdır, xoşunuza gələcək. Çünki çox genişdir. Bunu qoyaq yerinə. Kapotumuz normaldır. Yəni orada bir məndən şou gözləməyin. Standart çəkdin, kapot açıldı. Kapotu da açım sizə göstərim. Hoppa. Yenə ağır kapot. Buna artıq öyrəşmişik. Yenə çubuq. Məncə buna da öyrəşmişik. Artıq mən barışmışam bu məsələ ilə. Çox da dərinliyə getmək istəmirəm. Amma bayaqdan sizə göstərdiyim 51 litr həcmdə olan
bakımızı əsas məsələsi buradadır. Yəni mühərrikimiz. 1.5 litr həcmində atmosferini, yəni rahat, heç vaxt sizi darda, yolda qoymaz. 112 at gücündə daxili yanma mühərrikimizdə, hibrid mühərrikimizdə isə 218 at gücümüz var. Totalda bir dənə hesablayın, gözləyirəm. A few moments later. Bəli, 330 at gücündə də avtomobilimiz və indi deyəsiniz ki, 330, bu yekə maşındır, bu belə getməz falan. Cəmi cümlətanı 1600 kiloqramdır. Yəni mənim mandarin 36 ilə 1600 kiloqram idi. Onu nəzərinizə çatdırım. Yəni bu batareyalar var falan filan, çox ağırlaşıb zat, rahat. 330 at gücünü birazdan bu yollarda test edib sizə göstərəcəm və prinsipə bu avtomobili mən ümumiyyətlə sürməmişəm. Bu ana kimi sürməmişəm ki, istəyirəm bütün fikirlərimi, bütün reaksiyalarımı elə videoda sizinlə birlikdə bölüşmüş oldum. İndi bir dənə baxım, qeyri-adi bir şey olsa deyəcəm sizə. Heç nə, hava filtrimizdir, akkumulyatordur, beyindir, antifrizin yeridir. Gözəl, atmosfernik candır da, yəni incitmir səni, yuxarı aktanlı benzin də istəmir səndən. Kapotumuzu səliqəli şəkildə paket. Keçək interyerə və sürüş testimiz. Deməli belə, Starship 7-nin interyerində əyləşmişik. Interyerin rəngi mənim çox xoşuma gəldi və onu qeyd edeyim ki, səhv etmirəmsə aşağı komplektasiya, yuxarı komplektasiya fərq etməz. Hamısı bu rəngdə gəlir. Biraz içərini istəyirsiniz işıqlandıraq, biraz fresh eləyək. Belə bir panoramik damımız var, tamamilə şüşədir. Həm də aça da bilirik, aça da bilirik istəsək. Nəsə, bu dəqiqə bizə lazım deyil. Çünki çöldə axşam tərəfi olmasına baxmayaraq 32 dərəcə istilik var. Tez bir dənə siz üçün interyeri çək eləyim, məsələ nə yerdədir? Orta konsolumuz tamamilə dəyişilib demək istədim, amma artıq yeni bir model olduğu üçün, yəni hər hansı bir avtomobillə bunu müqayisə etmək istəmirəm. Klimat kontrol tam da əlimizin altındadır. Bu çox xoşuma gəldi. Düzdür, bizim Coolray'də də buradadır. Amma mən düşünürəm ki, yəni klimat elə düymə ilə olmağı yaxşıdır ki, rahat avtomobili idarə edən zaman da monitorda nəsə əlləşməyə ehtiyac yoxdur. 14.6 düymlük iri monitorumuz var. Bir dənə də burada kiçik monitorumuz var. Hansı ki biz burada əsas sürətimizi falan bunları görə bilirik. Avtomobilimizdə full komplektasiya olduğu üçün head-up displeyimiz var. Bir də mahnı xoşlayan qaqalarıma yaxşı xəbər onu da deyə bilərəm ki, avtomobilimizdə Flyme Sound'un 16 dinamikli, yəni 16 kolonkalı bir audio sistemi var. Yəni avtomobildə hər yer kolonkadır. Amma təəssüflər olsun ki, siz bu sound sistemi yoxlamaq üçün Cil Azərbaycana yaxınlaşmalısınız. Biz burada yoxlasaq, daha doğrusu copyright-a falan düşür. Hər dəfə bunu təkrarlatdırmayın mənə zəhmət olmasa. Monitoru biraz indi sizin üçün yüngülvari üstündən keçəcəm. Çox ideal işləyir. Galaxy L6 modelində də mən bunu qeyd eləmişdim ki, sevinirəm ki, bu avtomobillərdə, yəni monitor hardware al, işığı artır, azalt falan, bu söhbətlər var. Monitoru belə çəkdik. Bizim burada 4 ədəd modumuz var. Intelligent, Pure Electric, bir dənə option qarışım, bir dənə də performans. Performansı da yoxlayacağıq, Intelligent'i də yoxlayacağıq, elektriki də, amma səbirli olun, bir dənə yola çıxaq deyəcəm. Yavaş-yavaş çıxırıq yola. Plug-in hibrid olduğu üçün, yəni egzoz səsi falan heç nə yoxdur. Mənə biraz qəribə gəlir. Amma 330 at gücü mənə həqiqətən maraqlıdır. Birazdan yoxlayacağıq. Hal-hazırda avtomobilimizi idarə edirik. Kənarda duran avtomobilləri bizim ortadakı priborumuz görür. Bu da avtomobilimizin avtonom dediyimiz avtopilotunun çox yaxşı olduğunu bildirir. Yəni rahat, yəni düzdür, əslində çox da sizə bu məsləhət görmək istəmirəm, amma avtopilotu həqiqətən çox qəşəngdir. Şəhər içi, hətta siz probkada falan dayananda avtopilotu qoşursa özü hərəkət eləyir, özü dayanır. Hər bir şeyini özünüz ayarlaya bilirsiniz, necə deyərlər. Bu maraqlıdır və hal-hazırda avtomobilimizin elektrik hissəsində 77 km range'imiz var. 419 kilometrdə bizim yanacaq çənimizdə olan benzinin range'idir, belə desək. Və bayaqdan sizə deyirəm ki, bəs plug-in hibrid olmağı yaxşıdır, ekonomluqdur falan. Çünki bu avtomobilimizin 100 kilometrə sərfiyyatı cəmi 3.7 litrdir. Yəni, məncə çox qəşəngdir və full range avtomobilimiz 1420 km gedir. Amma burada bir əmma var. Əmmamız odur ki,
Yuxarı komplektasiya ilə orta komplektasiya arasında ən böyük fərq bizim elektrikli mühərrikimizdədir. Orta komplektasiyada belə desəm olan mühərriklə biz 55 km tam elektrikli formada yol qət edə bilirik. Amma yuxarı komplektasiyada artıq 120 km biz full elektrikdə yol qət edə bilirik. Və bu dediyim 1420 km range isə təbii ki full komplektasiyaya aiddir. Amma orta ilə də deyərdim ki çox belə aşırı range fərqi də yoxdur. Uşaqlar, məncə çox sizin də vaxtınızı almayım, çox uzatmayım və hal-hazırda intelligent moddayıq. Bir dənə performansı, oha, belə səslər gəlir. Tamam, performansdayıq. Asəf, hazırsan? Normal. Amma sizə deyim, mən daha belə bir şey gözləyirdim. Məncə o 1600 kiloqramın məsələsidir. Amma yoldan yaxşıdır, yo. Deyən haqqına girməyim, gözlə. Yox, sıfırdan qəşəkdir. Düzdür, indi burada çox da sürətli sürmək istəmirəm. Məncə yetərincə bu sürətlənmə sizə bəs eləyəcək. İnteryerdən başqa nə deyə bilərəm sizə? Sükanımız tamamilə başqa bir sükandır, yəni başqa bir quruluşa malikdir. Bu hissəsinin belə rahat, boşluqda olmağı xoşuma gəldi, yalan deməyim. Bundan savayı keyfiyyət məsələsinə gəldikdə aşağı-yuxarı artıq məncə siz bu illər ərzində Geely avtomobillərinin keyfiyyətinə bələdsiniz. Yəni mən şəxsən artıq 2 ildir Coolray istifadəçisi olaraq onu deyə bilərəm ki, mən heç vaxt bu avtomobillərin belə deyim oturacağında falan tez deformasiya falan belə bir şeylər görmədim. Düzdür, indi istifadə məsələsi də var. Nə qədər akuratlı baxsanız, o qədər uzun ömürlü olur bu avtomobillər. Yəni tək Geely'yə sözüm deyil, ümumiyyətlə istənilən avtomobil bu formadadır. Başqa canım sizə nə desin? Axşam tərəfidir, gün yavaş-yavaş batır, ambiyans işıqlarımız yavaş-yavaş özünü göstərməyə başlayır. Belə desəm, qapı üzdüklərində şitin ortasından belə eyni tonda ambiyans işıqları gedir. İstəsəniz siz bunu menyudan da dəyişə bilərsiniz. Avtomobilimizdə 360 yox, 540 dərəcə kamera sistemi var və bayaq sizə dediyim avtonom sürüş məsələsi elə ondan ibarət ki, 540 dərəcəli kamera hər tərəfdən sizin avtomobilinizi görür. Kamera deməyim də, həm kamerada, həm radarda bütün sensorlar və bunun sayəsində siz təhlükəsiz formada avtomobilinizi idarə eləyə bilirsiniz. Line assist, nişan tanıma, nə bilim, cruise control, nə bilim, CarPlay, hər şey, Bluetooth, bütün texnoloji nemətlər hamısı var. Bir də plus olaraq nə xoşuma gəldi ki, burada belə bir bölmə ayırıblar. Biz telefonu burada şarja qoya bilirik. 50 wattlıq bizim burada şarj yerimiz var və bir çox avtomobillərdə biz bunu görməmişik. Geely bunu nədənsə fikirləşib, yəni mənim heç ağlıma gəlməzdi. Telefonu wireless şarj eləmə hissəsinə əlavə belə bir bölmə ayırıb ki, buradan da kondisionerin soyuğu gəlir ki, telefonda qızma baş verməsin. Super bir söhbətdir, xoşuma gəldi. Və onun yanındakı bölmə də boşdur. Öz pul qabınızı falan bura qoya bilərsiniz. Balaca veşinizi qoya bilərsiniz. Misal üçün biz avtomobilin açarını bura qoymuşuq. Açarımız da L6-dan bildiyiniz kimi Geely'nin yeni logosuna bənzəyir və açar 2 ədəd gəlir. Ağ və qara, istəyinizdən asılı olaraq, misal üçün ağ və yaxud qara açarı gündəlik istifadə eləyə bilərsiniz. Bunu da demiş olum. Daha sonra 2 ədəd stəkan yeri və burada çox geniş bir həcmdə bizim barda çox deyim, nə deyim, qol altındakı bölmə deyim. Yəni çox yeşədir bu hissə. Amma burada bir cooler box istəyərdim. Yəni içkiləri sərin saxlamaq üçün bir cooler box ola bilərdi deyə düşünürəm. Uşaqlar, çox qəşəng dönür. Dönmə bucağımız xoşuma gəldi, yalan deməyim. Nəysə, indi keçək biz hal-hazırda tam elektrikli formada, yəni heç bir benzin sərfiyyatı etmədən idarə edirik. Sürətlənməsi də qəşəng. Radar-azada düşməyək, çox sürətli sürmürəm avtomobili. Amma belə gəmi kimi. Biz qayıdaq yenə performans hissəsinə, yolumuza davam edək. Kondisionerin xodu biraz çoxdur, gözlə bunu da azaldım. Ay sağ ol, ideal. Və avtomobili idarə eləyə nə deyə bilərəm sizə? Aşağıda çox daha iri bölməmiz var. Hansı ki, sizə belə izah edeyim ki, rahatlıqla bu qadın çantaları olur, bu böyüklükdə falan. Rahatlıqla oraya yerləşir və ortada 12 volt standart girişimiz var. Solunda Type-C, sağında isə USB girişimiz var.
Type-C gəlməyinə çox sevindim. Artıq avtomobillər də yenilənir, artıq Type-C ilə gəlir və bitmir. 2 ədəd giriş deyil də, arxa hissədə də, giriş deyim də, çıxış deyim daha doğrusu. Arxa hissədə də eyni ilə 1 ədəd Type-C, 1 ədəd USB A tipli çıxışımız var ki, telefonunuzu, hər hansı bir elektronik texnikanızı şarja qoymaq üçün. Onu da qeyd edeyim ki, indi dərindən maraqlananlar soruşacaq. Avtomobilimizdə olan hibrid batareyalar LFP batareya olaraq keçir və onu da qeyd edeyim ki, LFP batareya yeni texnologiyadır, normaldan daha yüngüldür, daha gec xarab olur. Bu dediyimiz telefonlarda falan olan bu pil ömrü məsələsi LFP tipli batareyalarda daha uzun ömürlü olur. Bunu nəzərdə çatdırın və hal-hazırda idarə etdiyimiz avtomobil GEA adında bir yeni nəsil hibridə uyğun platforma üzərində istehsal olunub avtomobil. Ona görə, yəni hal-hazırda idarə etdiyimiz avtomobil texnologiyada belə desəm, yəni bu tip plug-in hibrid avtomobillə gəlinən son nöqtədir. Yəni hər şey var. Özdə necə lazımdır. İndi soruşacaqsınız, onu da bilirəm ki, ay Fəxri, batareya dedin, hər şey dedin, 0-dan 100-ü nədir bunun? 0-dan 100-ə sürətlənməmiz isə cəmi cümlətanı 7.5 saniyədir. Yəni saniyəni qoysaq kənara, normal gündəlik həyatda yəni uçmayasın sanki. Standart daily drive və yaxud hər hansı bir uzaq səfərə getmək üçün ideal seçimdir deyərdim sizə. Belə millət, bu da sizə Geely'nin Starship 7 modeli. Həqiqətən gəmi kimi bir avtomobildir. Videomuzu bura qədər izlədinizsə, zəhmət olmasa bəyənin, mənə dəstək olun. Pulsuzdur ya abunə olmaq, onu da qeyd edeyim. Videomuzu bəyənin, kanalımıza abunə olun, bir də şərh yazın. Nə xoşunuza gəldi, nə xoşunuza gəlmədi. Yəni bu avtomobilə yalan deməyim, isnişdim və bu videoda çalışdım ki, biraz alıcı gözü ilə baxın bu avtomobilə. İzlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun.